Salam, xoş gördük hər birinizi. İkinci və üçüncü qrup üzrə qəbul imtahanına hazırlaşan şagirdlərə dəstək olmaq məqsədilə çəkdiyimiz video izahlarının rəy bölümündə fikirlərinizi bölüşə bilər və paylaşıb dəstək ola bilərsiniz. Bir şey də qeyd etmək istəyirəm ki, video izahlar ardıcıl və silsilə şəkildə olacaq ki, sizə faydalı olsun. İlk sualımıza baxırıq. Girdiman və Frank dövlətinin 8-ci əsr tarixinə aid ümumi cəhət. Yəni Girdiman dedikdə erkən orta əsrlər Almaniyası nəzərdə tutulur. Girdiman dövləti ilə 705-də, Frank dövləti ilə isə 732-də mübarizə aparılıb. Bilirsiniz ki, Əməvilər hakimiyyətdə olub 661-dən 750-yə kimi bu Əməvi sülaləsi Ərəb xilafətini idarə edib. İndi baxırıq. Dizyə Azərbaycanda Ərəb xilafətinin tərkibində olduğu müddətdə alınıb. Franklarda dizyə vergisi olmayıb. Qərbi Roma 476-dan sonra mövcud deyil. Kəndlilər Azərbaycanda tərkibli halda olmayıb. Yəni müəyyən müddət olub. Yəni Qazan xanın dövründə. Bir də ki, feodal münasibətlərin Azərbaycanda yaranması, yəni meydana gəlməsi 3-cü əsrdir. Bu da olmaz. Cavab A bəyanıdır. Şah İsmailin hakimiyyəti dövründə Səfəvi dövlətinin idarəçilik sisteminə aiddir. Şah İsmailin hakimiyyət dövrü 1501-dən 24-ə kimidir. Və idarəçilik sistemimiz də istəyir. Əmir Əl-Ümarənin Baharlı Bayandırlı dövlətində ikinci şəxsi idi. Mərkəzi İrəvan olan Çuxursəd bəyliyi Şah İsmailin dövründə yaranmayıb. Şah 1-ci Abbasın dövründə yaranmışdı. Mahalların qolbəylər deyildi, naiblər tərəfindən idarə olunurdu. Soyqal torpaq mülkiyyəti Baharlı dövründə yaranır, Bayandırlarda, yəni Qaraqoyunlarda yaranır, Ağqoyunlarda davam edir. Səfəvlərdə mövcud idi, amma məhdudlaşdırılmışdı. Səfəvlərdə xidmət müqabilində tiyul verilirdi. Tayfa başçılığında irsilik prinsipi mövcud idi, bəli. Şah 1-ci Abbasa qədər tayfa başçılığında irsilik prinsipi mövcud olub. Cavab B bəyanıdır. Xronoloji ardıcıllığı müəyyən eləyəcəyik. Deməli, ATƏT adlandırılan sammitin keçirilməsi bu 94-dür. 1994-dən gedir. 95-də isə rəsmən ATƏT adlanıb. 90-cı ildir. 2007-dir. 1993-dür. Çox qəbul. Deməli, buradan başlamalıyıq. 2. Birinci olacaq 2. 2-dən sonra olmalıdır 4. 2, 4, 1, 3. Cavab B bəndidir. Manna hökmdarı Uallinin xarici siyasətinin əsas məzmununu təşkil edir. Xarici siyasəti, yəni Assuriya ilə olan məsələlərə baxmalıyıq. Tutaq ki, 1-ci Rusiyanın işğalı. 1-ci Rusiya bu zaman yoxdur. 714-dən sonra özünü öldürür. Murat ilə ittifaqı xeyir, Assur ilə ittifaqı bərpa edir. Dövlətin ərazisi Şimalda Araz çayına çatdırılması, bu bilirsiniz ki, Uallinin dövründə deyil. İranzon dövründə vardı bu. Assur ilə ittifaqın bərpa edilməsi və ona sadiq olması doğrudur. Aşşerdən sonra məcbur olaraq Assur ilə ittifaqı bərpa edir və Manna dövlətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə. O bəndə də olmur. Çünki Aşşeri müstəqil siyasət yetdiyi üçün Aşurbanipalın hücumuna məruz qalır, paytaxt şəhər dağıdılır, əhali əsir, mal-qara qənimət kimi aparılır. Bundan bir növ dərs çıxarmış olur da. Deməli, Ulu icmadan fərqli olaraq nəsli icma mövcudluğu dövründə. Nəsli icma, ulu icma alt paleolit və orta paleolitə qədər olur. Bizdən də istəyir nəsli icmanın mövcudluğu dövründə. Nəsli icma, yəni qəbilə icması üst paleolitdən erkən tunca qədərdir. Daşdan əmək aləti hər ikisində olub. Ona görə C bəndən çıxır. Əkinçilik maldarlığı yaranmışdı. Təbii ki, yəni Neolit dövründə tamamilə formalaşır. Bu da nəsli icma dövrünə düşür. 2 var. Kollektiv yaşayış hər ikisində vardı. Toxuculuq bəli Neolitdə yenidən gəlir. 2, 4 cavab bəndidir.
Mehmet Əmin Rəsulzadənin fəaliyyəti ilə bağlıdır. Mehmet Əmin Rəsulzadənin fəaliyyəti ilə bağlıdır. Sədrlik etdiyi Milli Şurada Azərbaycanda milli ordun yaradılması. Bilirsiniz ki, Milli Şura 28 mayda fəaliyyətə başlayır. 16 iyuna kimi, söhbət 1998-dən gedir. Ordun yaranması 26 gündür. Artıq ordu yaradılanda Milli Şura fəaliyyətini dayandırmışdı. Sədrlik etdiyi parlamentdə Azərbaycan vətəndaşlığı parlamentdə sədrlik etməyib. Erzincan sazişi zamanı AXC yox idi. 1917-5 dekabrda sədrlik etdiyi Milli Şurada Azərbaycan müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul edilir. Doğrudur. Milli Şurada Azərbaycan Milli Şura 16 iyunda fəaliyyətini dayandırırsa 23 iyunda da dövlət dili edilir. Azərbaycan türkçəsi olmaz. Cavab D bəndidir. Almaniyanın son orta əsrlər tarixi, yəni 17-ci əsrin ortalarından diqqətlə baxmaq lazım. Kəndi müharibəsi nəticəsində, kəndi müharibəsi 16-cı əsrdir, orta əsrlər dövrünə düşür. Şəxsi azadlıq əldə etmirlər. Hətta azad olanlar belə təhkimçala düşür. Bəndə olmaz. Azad İttifaqı İtaliyada da olmaz. Kilsənin ləğv edilməsini belə bir mübarizə olmayıb heç vaxt. Kralların səlib yürüyüşü 13-cü əsrdə qalır. Bu isə son orta əsrlər bizdən istəyir. Yəni 17-ci əsrin ortalarından başlayaraq. Ölkədə təbii ki, Almaniya dağınıq halda olaraq qalırdı. Şirvanşahlar dövlətinin 15-ci əsrin 60-cı illəri və 80-ci illəri. Yəni bu bildiyimiz kimi 1460-cı ildə Samur döyüşü, 80-ci illər tərəfindən aid oxşarlıq Şah dağı döyüşü. Şirvanşahlar 60-da Baharlarla, 80-də isə Bayandırlarla müttəfiq olur Səfəvilərə qarşı. Dövləti yeni hökmdar tərəfindən idarəməsi xeyir, Səfəvilərin hərbi yürüşünə məruz qalması, bu doğrudur. Yəni Qoyunlarla 60-da, 80-də isə Bayandırlar da olmaz. Teymurlar əleyhinə Qoyunlarla hərbi ittifaq xeyir. Teymurlardan buradan söhbət getmir, cavab B bəndidir. Mərzban Məhəmməd və 1-ci Ağstiyan hakimiyyəti dövrünə aid ümumi cəhət. Müəyyən müddət Şirvanşahları idarə edir Ağstiyan, Mərzban salari hökmdardır. Xəzərdə hərbi donanma deyil, ticarət gəmisidir. Paytaxt Yeni şəhərə köçürür Ağstiyan, yəni Bakıya köçürür. Şamaxıdan Bakıya köçürür. Bu olmaz. Ölkənin Gürcü qoşunlarla hücumlarına Mərzban Məhəmməd Gürcü qoşunlarına hücumuna məruz qalmır. Ağstiyan dövründə olur bu amma. Ölkənin Slavyanlar yürüşünə məruz qalmaz. Bunlar sonra ortaq cəhd tapıldı. A bəndidir. 944-də Mərzban Məhəmməddir. 1175-də isə 1-ci Ağstiyan. Cavab bəndidir. Sxemə əsasən Şərqi Roma İmperiyası ilə müharibə aparmış Türk dövlətinin meydanına. Türk dövlətini müəyyən edin. Sxemə əsasən ümumiyyətlə biz bilirik ki, 395-də Roma İmperiyası parçalanır və Şərqi Roma İmperiyası yaranır 1453-ə kimi. Yəni Bizans Şərqi Roma İmperiyasıdır. Birinci Göktürklər Bizansla mübarizə aparıb, Səlcuqlar. Böyük Hun Çinlə də olmaz, Qəznəvilər xeyr, Hindistanla da Uyğurlar da olmaz. Qərbi Hun'da cavab burada D bəndidir, Qaraxanlar da deyil. Teymurlər dövləti üçün xarakterik deyil. Xarakterik olmayan, yəni Teymurlara uyğun olmayan variant. Sərbədarilər üsyanı, demək Səmərqənddə Monqol işğalına qarşı bir hərəkat idi, 1365-dir. 65. Teymur dövləti isə 1370-də yaranır. Yəni Teymurlar dövlət olanda Sərbədarlar üsyanı baş verməmişdi. Hətta Sərbədarlar üsyanı baş verəndə Teymurlar dövlət deyildi. Ona görə bir variantını çıxırıq. Cəlallərlə mübarizə aparır, doğrudur. Bizə bu variant lazım olmayacaq. Əksinə xarakterik olmayan deyirsə biz biri götürəcəyik. Biri götürməliyik. Ona görə nə etməliyik? Diqqət edəcəyik. Cəlallərlə Teymurlar mübarizə aparıb, xarakteri cəhətdir. Yəni 2 olanı çıxmalıyıq əslində. 1 olanı saxlamalıyıq.
Şeybanilər dövlət tərəfindən süqut olundu. Bu da doğrudur. 3 dolarla çıxmalıyıq. Xorasan uğrunda səfərlərlə mübarizə aparmayıb, Şeybanlərlə mübarizə aparılıb. O cavab 1-4-dür. Evəndidir. 19-cu əsrin birinci yarısında ABŞ iqtisadiyyatının inkişafına müsbət təsir göstərən amillər coğrafi amil idi. Yəni okean müharibəsi tərəfində qalması, müharibələr aparılmaması, müharibə aparılmadığı halda da hərbi xərclər iqtisadiyyatın inkişafına yönəlirdi. Cavab burada B-bəndidir. Başqa varianta ehtiyac yoxdur. İstəsəniz baxa bilərik. Birinci yarısı deyilsə, universitetlər haqqında qanun ikinci yarısıdır. 1862. Plantasiyalar, qul əməyindən geniş istifadə həm birinci yarısında, həm ikinci yarısında idi, olmaz. Qul əməyinin inkişafı heç vaxt iqtisadiyyatın inkişafına şərait yarada bilməz. Yəni qul əməyi varsa, inkişafdan söhbət gedə bilmir. Böyük Britaniyanın iqtisadi asılına son qoyulması, xeyr. Və bu artıq 18-ci əsrin sonlarında artıq baş vermişdi. Burada cavab B-bəndidir. Ştatların konfederasiya halında birləşməsi təbii ki, bu ABŞ-ın iqtisadiyyatına mənfi təsir göstərirdi. ABŞ ikiyə bölünmüşdü. Təbii ki, bir dövlətin ikiyə bölünməsi, parçalanması onun inkişafına yox, onun iqtisadiyyatına mənfi təsir göstərən amildir. Cavab B-bəndidir. Sonra biz baxırıq burada 15-ci suala. 15-ci sual maraqlı sualdır. 20-ci əsrin 50-ci illərin içində Mao Tse-Tum'un dövrü 20-ci əsrin 40-cı illər Cənubi Azərbaycanda. Baxaq, Şəvəli hərəkatın yəqin ki, bizdən o dövrdə olmaq istəyir bizdən, baxaq. Dövlət müəssisələri təsərrüfatı hesabına. Dövlət müəssisələri bir sosialist ölkələrində olub. Çin sosialist ölkəsi idi, amma Cənubi Azərbaycanda hər hansı bir müəssisə dövlət təsərrüfatına, dövlət hesabına keçirilməyib. Olmaz. Yəni ki, bu Çinə aiddirsə, Cənubi Azərbaycana aid deyil. Xarici kapitalın ölkə əksəriyyətinin aparıcı yer tutması Çində buna imkan verilmirdi. Çünki qapalı ölkə idi, iqtisadiyyat qapalı idi, dövlət tərəfindən nəzarət olunurdu. Dövlət torpaqlarının kəndlərə satılmağa başlanması, xeyr. Kənd təsərrüfatında kollektivləşdirmə Çində ümumiyyətlə sosial ölkələr, sosialistlərdə var, amma kapitalist ölkələrində yox idi. Aqrar islahat idi. Aqrar islahat nəticəsində deməli 50-ci ildə keçirilmiş islahat nəticəsində kəndlilər varlardan alınıb kəndlərə satılırdı Çində. Və həmçinin yadda saxlamalısınız ki, bu Şəvəli dövründə də aqrar qanunlar verilmişdi. Cavab Cənubi Azərbaycanda və Çinə oxşar cəhət C-bəndidir. Daha əvvəl olmuşdur. Daha əvvəl olan 1917-nin aprelində yaranıb. 11-də yaranıb, 1911-də, 1907-də, 1905-də bu müqavilə bağlanıb, 1917-nin martında. Biz burada daha əvvəl olan deyirsə, bu D bəndidir. 20-ci əsrin əvvəllərində kapital ixracına görə dünyada ikinci yerdə, birinci yerdə İngiltərə idi, İngiltərə bu 2-dir. İkinci yerdə Fransadır, 3-dür cavab. 1 Almaniyadır, bu Almaniya aidiyyəti yoxdur. 5 Rusiyadır, 4 də İtaliyadır. Cavab burada 3-dür. 3-dür. 20-ci əsrin 60-cı illərində Şimali Azərbaycan neft sənayesini xarakterizə edirdi. Bir şey demişsə burada neft sənayesində hətta saxlamaq lazımdır. İltizam sistemi var. İcbari əməkdən istifadə təbii ki, inkişafa mane olan səbəblərdən biridir. İnkişafa mane olursa, istehsalda inhisarların yaranması 20-ci əsrin əvvəlidir. Olmaz. Neftdən sənaye miqyasında geniş istifadə edilmirdi. Artıq 19-cu əsrin sonlarındadır. Neft sənayesində ilk xarici kapital 1879 Nobel qardaşları. İlk neft kəməri 1878 1880-dir, amma ilk ağ neft zavodu 1863-dür. 1863. Cavab burada D bəndidir. Sonra 2-ci Rus-Qacar müharibəsi dövrünə aid deyil. 2-ci Rus-Qacar müharibəsi 1826
Diqqətlə qulaq asırıq. 1826, 28. Hüseyn xanın başçılığı bəli bu hadisə baş verir. Bir sıra xanlıqlar hansı ki qaçmışdı, Qacarlığa sığınmışdı. Qacarlarla birlikdə Şimali Azərbaycana qayıdanda təbii ki bu üsyanlar baş verdi əhali tərəfindən. Savambullağı döyüşü baş verir 1827. Şəki 19-da, Qarabağ 22-də ləğv edilir. Bu isə 2-ci Rus-Qacar müharibəsi dövrünə düşmür. Cavab C bəndidir. Sərdarabad 27-dədir, Təbrizdə 27-də. Müvəqqəti idarə bir Təbrizdə yaradılıb, bir də ki Şəkidə. Yadda saxlamaq lazımdır. 19-cu əsrin 90-cı illərində inşa edilmiş memarlıq abidəsi. Baxırıq. Bakının ikinci qala qapıları 17-ci əsr, Bakıda ilk teatr binası 1883, Təbrizdə ilk teatr binası 1916. Bir şey də deyim ki, 1909-da Cənubi Azərbaycanda ilk teatr nümayiş olunur 1909-da. Teatr binası 16-da tikilir. Bakıda 1883-dədir. İndiki Araz kino teatrı bu yadda saxlayırıq 20-ci əsrdir. Debrun evi isə 1891-95, bu da cavab E bəndidir. 19-cu əsrin 90-cı illərində tikilmiş. Qədim Çin tarixinə aid xüsusiyyətləri müəyyən edin. Edək də. Böyük Çin səddi tikintisinə başlanması eramızdan 214. Ölkədə ilk dəfə vahid dövlətlə birləşdirilməsi bu da aiddir. Koreya Vyetnam tabe edilməsi. Bu qədim Çin deyir. Xan dövlətin Hunlara qarşı mübarizə aparması. 1, 2, 5-dir. Cavab. Bunlar isə erkən orta əsrlərdədir, ona görə olmur. Deməli. Sonra xronoloji ardıcıllıq. İspaniyada faşist diktaturası 39-dur. 1939, Sədabad paktı 1937, 1932. Deməli cavab burada 3, 2, 1. 25-də uyğunluğu müəyyən edək. Şeyxəli xan, Quba xanı, Hacı Çələbi Şəki xanı, Pənah xan, Qarabağ xanı. 1. Deməli Şeyxəli xan Alpan kəndi yaxını 1806. Cavab edir. 2. Hacı Çələbi Bayat savaşında 1748-də məğlub olur. 2. 3. Pənah xan Şiraz qonaqlığında iştirak edir. Şiraz qonaqlığının təşkil edilməsi bu adı. Bir də mərkəzdən qaçan siyasi qüvvələr, separatçı qüvvələrə mübarizə aparıb, ondan dedi. Cavab deməli 1-ə E, 2-ə C, 3-ə A-dir. Bu qədər. Növbəti video izahlarımızı izləyin. İnşallah ki, nəticəniz yüksək olar. Bəyənin, fikirlərinizi bölüşün, paylaşın, zəhmət olmasın.